Allaha xatir, önəmli budur. Allaha xatir hazır olun, əməli icra eləməyə hazır olun. Allaha xatir. Ki biz ona dini termində ixlas deyirik ona. Və ən yüksək mərtəbə də odur, ən ağır mərtəbə də odur. Bütün ibadətlərin içərisində, bütün əməllərin içərisində ən ağırı, ən çətini ixlaslı olmaqdır. O bəziləri güman edir, məsələn, gəlir o arif ustadların yanına, deyir ki, eşitmişik, məsələn, filan kəs ürəyindən keçəni bilir, mən filan kəs arifdir, nə bilim, xəbər verir bəzi məsələləri, filan kəs arifdir, duası müstəcab olur, filan kəs arifdir. Ariflər deyərlər ki, bunların heç biri ilə o məqam bilinməz, məqam hiss olunmaz, məqam dərk olunmaz. Arifin məqamı, insanın məqamı ixlasından bilinər, ixlasdan. Ən çətini odur. Arifləri ağladan məsələdir ixlas. Çox çətindir. Elə güman eləyərsən ki, mən Allaha xatir əməl edirəm, Allaha xatir əmələ hazıram. Elə bilərsən ki, mən ixlaslıyam, amma Allah göstərməsin. Bir də görərsən, pərdələr götürüləndə baxıb görərsən ki, yox. Ona görə ən ağır məsələ budur dində, şəriətdə. Namazdan da, orucdan da, həcdən də, zəkatdan da və s. Məsələlərdən də ən ağırı Allaha xatir, sırf Allaha xatir əməlləməkdir, ixlaslı əməlləməkdir.